Belki de 8 kilometre yol gitmişim hocam. Parmakları da biraz böyle sürtün. Biraz böyle sürtün. İşte tam keşfiyatçılara okşuyor. Biraz üzerlik bir de. Gelmişim arıxanaya gitmek için uygun bir yer aktarıram suyu keçmek için. Bu gördüğünüz çay dünən. Burada karşıda gördüğünüz həmin tap, bu gördüğünüz karşıda olan torpaq hissəsi var abi. Onun üstündən gedir. Belə bir normal bir yer görünür. Keçə biləsi kimi. Axır ki tapdım ağac. Burada belə yer var. İnşallah bu ağacdan karşı tərəfə çıxacağım. Bu yaxında yıxılan ağaca oxşamır. Çoxdan yıxılan ağacdır bu. Bunu bilirdim burada olduğunu. Fikirləşirdim ki çay aparıb bunu. Geldim bura çıktım. Esas mesele neyse. Gerek. Şimdi esas çayı keçmək için getməliyəm. Burada deyəsən kimsə gedib öz bağ bağçasına baxmağa belə görürəm. Bura nə günlərdir. Cəmaət necə gələsin öz bağ bağçasına. İnanın belki de bir 4 kilometre yol gelmişim. Yer axtarıram çıxmağa. İstəyirəm ki gedim karşıdan çıxım oradan. Geldi, çatdı əsas mesele. Bak bu çayı keçmek lazımdı. Ya bu videonu ben paylaşacağım. Ya da ki mən haberlerde paylaşacaklar. Gerek kardeşime bir tane video çekip atım ki bak bu ərazidən keçməyi eləyirəm. Məni axtarsa heç olmasa buradan aşağı axtarsınlar, yukarı axtarmasınlar. Allah ya Allah, baxım görüm inşallah ki yaxşı olar. Ümid edirəm ki bura dayaz olmalıdır, çok da dərin olmalı değil ama çumur burada. Budur bax, əsas təhlükəli olan budur, batır adam. Buna göre daha çok narahat olur. Demək olar ki dizə kimi batıram. Telefona göre biraz narahat olur ama elimde telefon var diye. Yoksa böyle rahat şekilde üzüp çıkabilesi adamım ben. Allah'a şükür ki özüme güvenirim, rahatam. Böyle bir problem yoktu, sadece ayak çumur biraz. Böyle devam edersen bu derinlikte bir problem olmayacak. Suyun akını da əməlli başlı var. Bilirəm ki diyeceksiniz, dünya malına göre risk eləməyə değmir. İnanın ki bu dünya malsız da keçinmək olmur. Gedib sabah günü kimden 5 manat, 3 manat pul istəyim mən. Çalışırıq ki öz ayağımın üzerinde dayanabilirim. Demək olar ki 4 kilometre palçının içine yol gelmişim diye ayakta da uca güç kalmayıp. Arılar da yazıktır. Dedim bakın görüm onların vəziyyəti nətərdir. Allah'a şükürler olsun. Dizden biraz yukarıdı su ama akım güçlüdür. Hele böyle karşı tarafta hele xeyli bir yol var çıxası. Dünən inanırsınız bak bu karşıda gördüğünüz tapın üzerinden su gelirdi. Bu dəqiqə yani benim olduğum yer hal-hazırda. Bak belə örtürdüm hani çok çok. İşte su ayaklarımı demək olar ki yerinden üzmeye edir. Ayakta da güç kalıp mı ki? Çok arazileri gezdim meşe kenarlarına. Hardan girebileyim, hardan çıkabileyim diye sudan. Hadi karoçi fikirləşirdim su bura çatar diye. Allah'a şükür ki yaxşıdır. İnanın ki su bura çatsaydı heç ne demirəm. Bayaqdan beni götürüp aparmıştı ama bilmirdim su hara çatacak. Şükür ki hiç kəmərimə belə vurmadı su. Deməli ərazini düzgün seçmişəm. Bu ərazi ne kadar böyle çok yayılırsa su o kadar dayaz olma ihtimali var. Çünkü karşıda biraz bataklık var. Oradan da çıkaram. Görürsünüz ağaçları getirip buraya gireyim. Burada görürsünüz burada gireyim. Böyle neyse çıkmaya çalışıram. Video uzun olacak olsa da o vəziyyətə bakın. Bak buradan bütün çay gelir buna. Arazini görürsünüz. Buradan bütün çay gelir. Buralar pis gündəydi. İndi de buradan 1-2 kilometre yol. Bak bu kadar da olmasa əməli başlı bataklığın içerisinde demək olar ki gedəsiyəm. Ona göre ayağımda güç kalmayıp demək olar. Esas ona göre sudan daha çok korkurdum ki suyu görəsən keçebileceğim mi bilmeyeceğim. Parmakları da biraz böyle sürtün. Biraz böyle sürtün. İşte tam keşfiyatçılara okşayayım. Hardasa saat 10'da evden çıkmıştım. Birin yarıda hələ çatmamışım arıxanaya. Burada ayak izleri var. Kimse gelip səhər bura. Çay gelip daşanda burada balık var mı? Bunun içinde balık kalacak mı diye. Yenut ondan tez gelip bakır. Bu yenut izleridir. Yenut ondan tez oyanıp gelip səhər baxıbdı. Yenut varsa da balıkları önce dənləyib. Axır yaxşı pis gelip çıktım. Arı saxladığım əraziyə, sahəyə.
Buradan da gördüğünüz gibi bizim sahaya su girir. O bizim darvazalar, qapılardır. Belə girib içəri su. Bura bizim şəxsi torpağımızdır, pay torpaq. Görürsünüz nə gündədir. Bura arını qoymağı fikirləşirdim. Allah istədi, bura qoymadım arını, həqiqətən. Deyəsən belə ilan gəlib o kolun içindən. Belə gelib dağdala ekilib deyəsən. Elə bir Amazonkadır. Bax buradan da ilanlar gedib. Beləsinə. Böyükətinə. Bəlkə də 108 kilometre yol getmişəm ucu. Əslində bizim kənddən bura bu qədər yol yoxdur. Çayın kənarı ilə harda uyğun var, yer var deyə keçməyə axtarmaqdan bir təvə oldum. Dilim də quruyub. Gərək özümdən su götürəydim. Hər yeri su basıb nə mənası, amma içməyə su yoxdur. Heç olmasa bir balaca böyürtkən yiyeyim. Əllərimi yumağa da yer yoxdur onsuz da. Vitamindir. Vitamin P, yani vitamin palçıq. Ay Allah. Ay Allah, şükürlər olsun sənə, belə gözəl nemət yaratmışsan. Ölürəm susuzluqdan. Geldim, axır ki çatdım arıxanaya. Bax burada gördüğünüz gibi at üst yığmışdım dünən. Mən bura gələndə su girmişdi artıq. Çox da burada işləmədim ki su daha da arta bilər, özüm çıxa bilmərəm deyə sonra çaydan. Bu çökək əraziləri görürsünüz də, yəqin ki burada gölməkə olan, bu boşluq olan hissələr. Baba bu boşluq olan hissələrdəki demək olar ki bir 30-40%'ını arını aparıbdır. Çay yəqin ki bu sahələrdə hansısa ağaca zada dirənib burada olacaq. Belə qalanlar yığmışdım at üst burada. Deməli burada yeşiklər vardı. Buradakı yeşiklər yoxdur. Burada qarşıda torpağın üstündə olduğu üçün də əsas aparıblar. Heç su gəlmir deyə mən də fikirləşdim ki buna pastavkaya ehtiyac olmaz. Çünki çox bölmə elədim bu il. Arını çox artırmışdım. Təbiət özü təmzinlədi. Dedi ki çox da yuxarıdan getmək lazım deyil. Müəyyən say var, o sayda dayan. Deməli bu çökəkdə olan bu arılar buradakı yoxdur. Götürüb aparıb, yəqin gedib baxacam o tərəflərdə, sahədə orada olacaq. Yəqin ki. Deyirəm, bəzən işlər düz getməyəndə razılaşmaq lazımdır. Qaxdan 30 ədəd arı almışdım. Gətirəcəkdim, bura yığacaqdım, bu əraziyə yığacaqdım arıları. Şükürlər olsun ki yığa bilmədim. Yığa bilmədim. Bura yığsaydım onlar da gedəcəkdi. Bax burada olan vəziyyətə baxın. İndi kameranı çevirim. Bu tikili idi. Bura yığmışdım arıları. Korpusları yığmışdım, bura boş kutuları. Bax görürsünüz nə günə salıb. Bütün dağıdıb tökübdü. Burada su giribdi. Nə gündədir. Motorumuz da qalıb suyun içində. Burada yerləşdirmişdim. Bütün dağıdıbdı korpusları zadı. Hər şey biyabır günə bax. Hər şey biyabır gündə. Heç nə, yəni mən bunu şikayət eləmək üçün çəkmirəm sizlərlə. Sadəcə olaraq dünən paylaşdığım o çaydakı videonu, o sel suyu paylaşdım. Çox sayda insanlar zəng edir. Ona görə paylaşacağım ki bunu görsünlər də vəziyyət nə yerdə deyə. Mən heç kimdən ya yardım istəmək üçün, ya dövlətdən, ya sıradan bir insanlardan yardım istəmək üçün bu videonu çəkmirəm. Ya özümü fağır, yazıq göstərmək üçün çəkmirəm. Sadəcə bilirsiniz ki mən bütün videolarımı çəkiliş edirəm. Yaxşı bal süzəndə də, bal olmayanda da, olanda da, belə vəziyyət olanda da çəkib paylaşdığım üçün qərara gəldim ki bunu da paylaşım. Bax bu balı baha satmağımızın səbəbi nədir? Hər dəfəsində deyirəm əzizlərim. Baxın, balı 35-40 manata satmağımın səbəbi, yəni tək mənim yox, bütün Azərbaycan arıçıların adı ilə danışıram. Çünki bütün arıçılar özlərini sığorta etmək istəyir. Misal üçün burada mənim harasa 30'a yaxın, 40'a yaxın, bəlkə 25 dənə, bəlkə 50 dənə bilmirəm. Dəqiq sayını bilmirəm. Gərək sahib oluşu baxım. Bu arılar burada itki olub. Bu arıları yenidən təmin etmək üçün mən nə etməliyəm? Arını almalıyam. Arını almaq üçün nə lazımdır? Büdcəm lazımdır. Qışda arılarım demək olar ki 30'a yaxın, 40'a yaxın arılarım öldü. O məndən asılı deyil. 15 minə yaxın pul verib arı aldım. O büdcə məndə olmasaydı arını hardan alacaqdım? Təsəvvür edin ki özümü sığortalayıram. 20 manata bal satsam o 20 manata aləm üçün xərcləyəcəm və arını məhv olanda arını necə bərpa edəcəm? Bu arılar bal toplayan arılar deyil. Yəni əsas bal toplayan arılarımız dağdadır. Dağda olan arılarımız isə Allah'a şükürlər olsun ki yaxşıymış. Şükürlər olsun onlara heç də olmuyor çünki əsas məhsul oradadır. Bunlar isə balalardır. Yəni gələn il bal toplayası arılardır. Bunların biz hər birini biz hazırlayırdıq ki gələn il məhsul əldə edək. Yəni bunların itkisi gələn ilin bal itkisi deməkdir. Ona görə çalışıram ki bərpa edeyim, yerinə yer arılar saxlayayım ki arı sayını artırım ki müştərilərimi balla təmin edə bilim. Arıxanadan çıxıb gəlmişəm, indi kənd tərəfə çıxmalıyam. Deməli
suyun axını ilə getmək üçün uyğun bir yer axtarıram. Bu çayı keçmək üçün bu ağacla getməliyəm. 2 dənə ağac yıxılıb. Biri də belə uzunluğa, düz bu qarşıda gördüyünüz hissədən aşağı özümü buraxmalıyam. Çünki kənardan girə bilmirəm. Çünki kənarda o qədər lil var, orada batıb qala bilərəm. Ona görə ağacla gedib düz çayın ortasına buraxmaq lazımdır. Bax belə getməliyəm buradan. Allah ya Allah. Az qala yıxılırdım. O belə getməliyik. Gəlməklə deyil ki, bu qayıtmaq da lazımdır. Tək gəlməklə iş bitmir. Elə bilirdim bu 2 dənə ağacdır, bir dənə ağacmış. Elə bil bizim üçün bunu aşırıblar. Bax bura Allah bilir nə qədər dərindir. Bax bura həmçinin. Bax belə getməliyik. Veşmişıq məni biraz incidir. Bunun içində arı paltarları götürmüşdüm özümlə. Burada birdən işdi. Telefon düşsə mənim deyil. Su da bulanır. iPhone gedəcək düz Alazan çayına kimi. Bax buradan belə girməliyəm. Bax buradan belə inşallah. Bax buradan düşməliyəm aşağı. Neçə qaldı orada? Bax belə. İndi də telefon götürüb eşmişə qoyum çünki burası çox dərin ola bilər. Bax belə. Deməli, bax bu ağacdan düşdüm yerə. Bura dərin deyil deyəsən. Nə vaxt telefon çıxartdım. Bilmirəm keçə biləcəm. Bilməyəcəm. Nəsə üzərik bir bir əllə üzərik. Bir daha uspet eli. Karşı tarafa çıxım. Ayaklarım yerden bile. Çalışmalıyım. Resmi çok imkan verir. Ha yok, bu da ayak değil. Bu karşıdaki ağaca direnmemiş. Vaktinde çıkmalıyım. Burada da putaklar gelir. Diyesin çaktırmıyor. O ağacın arkasından geçmemeliyim, karşısından geçmeliyim. Aparıp oraya girebilir. Allah. Maşallah keşke. Bak bu ağaçtan korkuyordum. Aparıp oraya çıkabilirdim beni. Neyse. Ömer'i yoruldu. Bak bu. Karşıdaydı ağaç, oradan aşağı düştü. Neyse. Biliyorum diyeceksiniz. Bu dar momentdə neye lazım video çekmek? Video çekmek uşaqlıqdan benim güclü həvəsim olub. Hem arı, hem çekiliş. Ona göre çektiğim videoları alındırabilirim, tutuzdurabilirim. Çünkü her ikisinde çalışılan peşəkarcasına göre. Bak budur. Adamı yoran budur, çay değil.